Sualım belə idi. Qabaqlaşmaq və qarşılaşmaq. Bu sözlərin hansında iki leksik şəkilçi var? Gəlin təhlillərinə baxaq. Birinci qarşılaşmaqdan başlayaq. Qarşı tərəf, qarşıdan adam gəlir. Və onunla nə edirəm? Onu nə edirəm? Qarşılayıram. Və biz nə edirik? Qarşılaşırıq. Maqda məsdər şəkilçisidir. Bəs qabaqlaşda, burada qabaqdan bir adam gəlir. Azərbaycan dilində qabaqla sözü də var. Amma baxaq görək onun qabaqlaşmaq sözü ilə bağlantısı varmı? Qabaqlamaq nədir? Qabaqlamaq onu ötüb keçirsən, heç onu görmürsən. Məsələn, mən gedib onu qabaqladım və yaxud da ki, yoldaşım danışırdı, mən cavabı verdim, onu qabaqladım. Yəni ötüb keçdim. Ötüb keçməklə, ötüb keçəndə onu görmürəm. Amma qabaqlaşanda onu görürəm. Ona görə də burada qabaqlamaqla qabaqlaşmaq, yəni qabaqlaşmaq sözü, qabaqlamaq sözündən düzəlməyib. Burada laş şəkilçisini bütöv götürəcəyik. Bu formada olan daşlaşmaq sözü, daşlaşmaq və ayaqlaşmaq sözü də var. Ayaqlaşmaq. Daşlaşmaq sözü, əgər daşlaşmaq sözünü iki cür təhlil eləmək olar. Əgər desək ki, uşaqlar bir-birlərini daşladılar, onlar daşlaşdılar. O zaman laş ayrılacaq. Amma deyirəm ki, bu tarix artıq daşlaşıb. Onda burada daşlamaq ilə heç bir əlaqəsi yoxdur. Bütöv şəkilçi olaraq götürürük. Laş şəkilçisi kimi. Bəs ayaqlaşmaq? Ayaqlaşmaq da ayaqlamaq, tapdalamaqdır. Amma bir kimsə ilə ayaqlaşmağın tapdalamaqla heç bir əlaqəsi yoxdur. O zaman burada da ayaq sözünə laş şəkilçisi əlavə olunub. Deməli, hər laşı, hər lanı bölmək olmaz və baxırıq ki, burada məna əlaqəsi olmalıdır. Məna əlaqəsi yoxdursa, o zaman şəkilçini bütöv şəkildə laş şəklində götürəcəyik.